Salam Ayşə studiyanın gözəl xanımları. Sizlərlə bu səfər tanış etmək istədiyim növbəti ustamız qalıcı make-up ustası Şəbnəm xanımdır. Salam Şəbnəm xanım. Salam. Özünüz haqqında bizim xanımlara məlumat verə bilərsiniz? Mən Qarayeva Şəbnəm, 35 yaşım var, evliyəm, bir oğlanısıyım. Şəbnəm xanım, sizin müştəriləriniz olmuş xanımlara və inşallah yazılıb gələcək olan müştərilərə maraqlıdır. Siz bu sahəyə necə gəlmisiniz? Mən bu sahəyə rəfiqəmin sayəsində gəlmişəm və gəldikdən sonra da bu işdə özümü tapdırmışam. Bu işi sevdiyim üçün davam eləmişəm və 8 ildir ki, bu işdəyəm. Yaxşı Şəbnəm xanım, nəyə görə siz qalıcı make-up sahəsini seçdiniz? Mən uşaqlıqdan çətin işləri çox sevdiyim üçün və qaş da üzdə ən önəmli nahiyələrdən biri olduğu üçün və qaşı düzəltdikdən sonra xanımların üzündə təbəssüm yarandığını gördüyüm üçün bu sahəni seçdim. Siz öz işinizdə sevdiyiniz və sevmədiyiniz nüanslar hansılardır? İşimdə sevdiyim nüans odur ki, xanımlar mənim işimə dəyər verirlər və endirim istəmədən, yəni çox bahadır, bu nə qiymətlərdir demədən işimə dəyər verərək bu işə gəlirlər, yazırlar və məndə qaş elətdirirlər. Sevmədiyim nüans isə odur ki, hansı ki xanımlar nə istədiyini ümumiyyətlə bilmirlər, forma seçimi yoxdur və narazı tipli, yəni nə çəkməyindən asılı olmayaraq heç nəyi bəyənməyən xanımlar sevmədiyim hissəsidir. Amma bütün xanımlarla işləməyi çox sevirəm, xanımların üstündə təbəssüm yaratmaq çox sevirəm. Və sonda vurğulamaq istərdim ki, Şəbnəm xanım Fibros Akademiyanın tələbəsidir və yalnız Fibros boyalarından istifadə edir. Hər birinizi studiyamızda görməkdən şad olarıq. Bugünlük bu qədər. Gələn görüşlərə dək sağ olun.